Salam əziz şagirdlər, yenidən 3-cü sinif iş dəftərinin izahı ilə qarşınızdayıq. 3 rəqəmli ədədlərin toplanması, yeni onluq və yüzlüyün yaranmasına baxacağıq bu günlərim. Və əziz şagirdlər, kanala abunə olmağı unutmayın və keçək izahlarımıza. İlk öncə birinci tapşırığımıza baxırıq. Təsvirə əsasən ədədləri alt-alta yazmaqla cəmi tap. Baxırıq ki, burada 2 yüzlük var, 3 onluq var və 8 təklik var. Olur neçə? 238. Daha sonra 4 yüzlük var. 1, 2, 3, 4, 5, 6, 6 onluq var və 4 təklik var. 238 üzərinə əlavə edirik 464. 8-in üzərinə 4 gələndə 12 edir, 1 yadda. 3-ün üzərinə 6 gəldikdə 9 edir, 1 də yadda 10. Yenə 1 yadda. 2-nin üzərinə 4 gəldikdə 6 edir, 1 də yadda 7. Əziz şagirdlər, siz yeni onluğun yaranması halını öyrənmişdiniz və yeni yüzlüyün yaranması halını da öyrənmişdiniz. Ancaq orada bir misalın tərkibində həmin halın biri baş verirdi. İndi isə bir misalın tərkibində həm yeni onluq yaranır, həm də yeni yüzlük yaranır. Diqqətli şəkildə baxsaq, qulaq assaq, başa düşəcəyik. Deməli, yenə 4 yüzlük var. 6 onluq var. Və 5 təklik var. 465. Üzərinə əlavə edirik. 3 yüzlük. 5 onluq. 5 onluq. Və 7 təklik. 357. 5-in üzərinə 7 gəldikdə 12 edir. 1 yaddan burada yazırıq. Burada bizim yeni onluğumuz yaranır. 6-nın üzərinə 5 gələndə 11. 1 də yadda 12. 12-dən də 1 yadda qalır. Onu da buraya yazırıq. Burada isə yeni yüzlüyümüz yaranır. 4-ün üzərinə 3 gələndə 7. 1 də yadda 8. Həm yeni onluğumuz yarandı, həm də yeni yüzlüyümüz yarandı. Burada isə 5 yüzlük var. 6 onluq var. Və 6 təklik var. 1 yüzlük var. Aşağıda bura baxırıq. 6 onluq var. Və 8 təklik var. 6-nın üzərinə 8 gəldikdə 14 edir. 1 yadda. 6-nın üzərinə 6 gəldikdə 12 edir. 2-ni yazdıq. 1 yadda. Və 5-in üzərinə də 1 gəldikdə, burada da 1 yaddamız var. 6, 1 də yadda 7 edir. İkinci tapşırığa baxırıq. 9-un üzərinə 1 gəldikdə 10 edir. 0-ı yazdıq, 1 yadda. 5-in üzərinə 5, 10, 1 də yadda 11, yenə 1 yadda. 3-ün üzərinə 2, 5, 1 də yadda 6. 6-ın üzərinə 4 gəldikdə 10 edir. 0-ı yazdıq, 1 yadda. 8-in üzərinə 3, 11, 1 də yadda 12. 2-ni yazdıq, yenə 1 yadda. 1-in üzərinə 1, 2 edir. 1 də yadda 3. 3-ün üzərinə 7 gəldikdə 10 edir. 0-ı yazdıq, 1 yadda. 9-un üzərinə 4 gələndə 13. 1 də yadda 14. 4-ü yazdıq, yenə 1 yadda. 5-in üzərinə 2 gələndə 7. 1 də yadda 8. 7-nin üzərinə 5 gələndə 12 edir. 2-ni yazdıq, 1 yadda. 6-nın üzərinə 6 gələndə 12, 1 də yadda 13. 13-də 3-ü yazdıq, 1 yadda. 4, 1 də yadda 5. 4-ün üzərinə 8 gəldikdə 12 edir. 1 yadda. 7-nin üzərinə 7 gəldikdə 14, 1 də yadda 15. 5-i yazdıq, yenə 1 yadda. 3-ün üzərinə 1, 4 edir. 8-in üzərinə 6, 14 edir. 4-ü yazdıq, 1 yadda. 5-in üzərinə 9, 14, 1 də yadda 15. 1-i yaddadır. Yenə buraya yazırıq. 1-in üzərinə 4, 5, 1 də yadda 6. 1-in üzərinə 9, 10 edir. 0-ı yazdıq, 1 yadda. 2-nin üzərinə 8 də 10 edir. 1 də yadda 11. 1-i yazdıq, yenə 1 yadda. 3-ün üzərinə 4, 7, 1 də yadda 8. 810. 7-nin üzərinə 6 gələndə 13 edir. 3-ü yazdıq, 1 yadda. 3-ün üzərinə 8 gələndə 11 edir. 1 də yadda 12. 2-ni yazdıq, yenə 1 yadda. 5, üzərinə də 1, 6 edir.
9'un üzerine 3 geldikdə 12'dir. 2'ni yazırıq 1 yadda. 8'in üzerine 7 gələndə 15. 1 də yadda 16. 6'ını yazdıq yine 1 yadda. 2'nin üzerine 2 4. 1 də yadda 5. 6'ın üzerine 7 geldikdə 13'dir. 3'ü yazdıq 1 yadda. 8'in üzerine 4 geldikdə 12. 1 də yadda 13. 3 yazdıq yine 1 yadda. 3'ün üzerine 1 4. 1 də yadda 5. 9'un üzerine 5 14 edir. 1 yadda. 4'ün üzerine 6 10. 1 də yadda 11. 11'i yazdık yine 1 yadda. 4'ün üzerine 1 5. 1 də yadda 6. 5'in üzerine 8 geldi 13 edir. 3'ü yazdık 1 yadda. 7'in üzerine 3 10. 1 də yadda 11. 1'i yazdık yine 1 yadda. 2'nin üzerine 3 5. 1 də yadda 6. 6'ın üzerine 9 15 edir. 5'i yazdık 1 yadda. 6'ın üzerine 3 9. 1 də yadda 10. 0'ı yazdık yine 1 yadda. 1'in üzerine 7 8 edir. 8'in üzerine 2 10 edir. 0 yazdık 1 yadda. 5'in üzerine 4 9. 1 də yadda 10. 0 yazdık yine 1 yadda. 5'in üzerine 1 6. 1 də yadda 7. 3'ün üzerine 9 12 edir. 2'ni yazdık 1 yadda. 8'in üzerine 5 13. 1 də yadda 14. 4'ü yazdık yine 1 yadda. 1'in üzerine 3 4. 1 də yadda 5. 9'un üzerine 7 16 edir. 6'ını yazdık 1 yadda. 7'in üzerine 8 geldi 15 edir. 1 də yadda 16. 6'ını yazdık yine 1 yadda. 3'ün üzerine 2 5. 1 də yadda 6. 2'nin üzerine 9 11 edir. 1'i yazdık 1 yadda. 4'ün üzerine 7 11. 1 də yadda 12. 2 yazdık yine 1 yadda. 1'in üzerine 2 3. 1 də yadda 4. 6'ın üzerine 8 gələndə 14 edir. 4'ü yazdık 1 yadda. 5'in üzerine 6 gələndə 11. 1 də yadda 12. Yine 1 yadda. 2'nin üzerine 1 3 edir. 5'in üzerine 7 gələndə 12 edir. 2 yazdık 1 yadda. 7'nin üzerine 9 gələndə 16 edir. Üzerine de 1 18 17. Yine 1 yadda 4. 1 də yadda 5. 9'un üzerine 9 18 edir. 8'i yazdık 1 yadda. 8'in üzerine 8 16. 1 də yadda 17. Yine 1 yadda. 2'nin üzerine 4 6. 1 də yadda 7. 9'un üzerine 8 17 edir. 7'ni yazdık 1 yadda. 4'ün üzerine 9 13. 1 də yadda 14. Yine 1 yadda. 4'ün üzerine 4 8. 1 də yadda 9. 947. Üçüncü tapşırığımıza baxırıq. Yine hesapladı. 9'un üzerine 1 gələndə 10 edir. 0'ı yazdıq 1 yadda. 8'in üzerine 1 gələndə 9. 1 də yadda 10. 0'ı yazdıq. Yine 1 yadda. Elə 1 yaddan da bura düşürürük. 8'in üzerine 3 11 edir. 1 yadda. 6'ın üzerine 5 11. 1 də yadda 12. 2'ni yazırıq. Yine 1 yadda. Elə o 1'i də bura düşürürük. 8'in üzerine 6 14 edir. 1 yadda. 9'un üzerine 7 16. 1 də yadda 17. Elə həmin 1'i də düşürürük aşağı. 7'in üzerine 6 gələndə 13 edir. 1 yadda. 5'in üzerine 8 gələndə 13 edir. 1 də yadda 14. Yine 1 yadda. Bu 1'i də düşürürük aşağı. 4'ün üzerine 6 gələndə 10 edir. 0'ı yazdıq 1 yadda. 6'nın üzerine 3 gələndə 9. 1 də yadda 10. Yine 1 yadda. Həmin 1'i də düşürürük aşağı. 7'in üzerine 7 gələndə 14 edir. 1 yadda. 9'un üzerine 5 gələndə 14. 1 də yadda 15. 5 1 yaddan buraya yazırıq. Onu da düşürürük aşağı. 8'in üzerine 2 gələndə 10 edir. 0 yazdıq 1 yadda. 3'ün üzerine 7 10. 1 də yadda 11. Yine 1 yadda ve onu da düşürürük aşağıya. 7 üzerine 3 gələndə 10 edir. 1 yadda. 9 1 də yadda 10. 0'ı yazdık. Yine 1 yadda. Onu da düşürürük bura. 5'in üzerine 5 10 edir. 0'ı yazdık. 1 yadda. 9'un üzerine 1 10 edir. 0'ı yazdık. Yine 1 yadda. 9'un üzerine 2 11 edir. 1 yadda. 9'un üzerine 1 10 edir. 0'ı yazırıq. Yine 1 yadda. Onu da düşürürük bura. 8'in üzerine 6 gələndə 14 edir. 1 yadda. 9 1 də yadda 10. 0'ı yazdık. Yine 1 yadda. 1'i də düşürürük bura. 4'ün üzerine 9 gələndə 13 edir. 1 yadda.
9'un üzerine bir 10, 0'ı yazdık. Yine bir yadda ve biri düşürürük aşağı. 6'ın üzerine 5, 11 edir. Bir yadda. 9'un üzerine bir de 10 edir. 0'ı yazdık. Yine bir yadda. Onu da düşürürük aşağı. 3'ün üzerine 8 geldi. 11 edir. Bir yadda 9, bir de yadda 10. 0'ı yazdık. Yine bir yadda düşürürük aşağı. Keçirik 4-cü tapşırığımızın izahına. Boş xanalara uyğun ədədləri qeyd et. Təsvirə əsasən toplama əməlinə aid misal yaz. Burada gördüyümüz kimi 589 ədədi var. Üzərinə 100 gələndə olur 689. 10 üzərinə 100 gələndə olur 789. 10 üzərinə 100 gələndə olur 889. Daha sonra 10'unu artırır. Olur 890. 10'unu artırır. Daha sonra olur 900. 910. 920. Ve üzerine de 6 gelir. 926. Misalımız ise bu şekilde olacak. 589. Üzerine əlavə edirik. Bak 100, 200, 300, 310, 320, 330, 340, 346. 346. O da olacak 926. B tapşırığına baxırıq. 773'ün üzərinə əvvəlcə 100 əlavə edib olub 783. Daha sonra 10'unu artır. Olur 793. Sonra olur 803. Sonra olur 813. Sonra olur 823. 833. Ve üzerine de 7 əlavə edirik. 840. Misalımız ise olacak 773. Üzerine əlavə edirik 100, 110, 120, 130, 140, 150, 157. 157. Cevabımız ise 840 olacak. C tapşırığına baxırıq. 497'nin üzerine 100 gələndə 597 olur. 10 üzerine 100 əlavə etdikdə 697 olur. Daha sonra 10'unu artırırıq. 707. Daha sonra 10 artırırıq. 710. 717. Bir dəqiqə. 717 yaxşı olmadı. 717. Yine 10 gelirik. 727. Ve 10 üzerine 9 əlavə etdikdə 736 olacaq. Əziz şagirdlər, siz hər damaya bir ədəd yazacaqsınız. Misalımız ise olacak 497. Üzerine əlavə edirik. 100, 200, 210, 220, 230, 239. 239 beraberdir 736. Pozulmuş rəqəmləri bərpa et. 5'in üzerine 5 gələndə 10 edir. 0'ı yazdık bir yadda. Burada 5 olacak. 6'ın üzerine 5 gələndə 11, bir də yadda 12. 2'nin üzerine 3, 5, bir də yadda 6. 9'un üzerine 3 gələndə 12 edir. Bir yadda. Burada 2 olacak. Yok. 12 bir yadda. Burada 6 olacak. 6'ın üzerine 7 gələndə 13, bir də yadda 14. Yine bir yadda 7'nin üzerine 1 8, bir də yadda 9. Burada 8 olacak. 8'in üzerine 8 gələndə 16, 6 yazdık bir yadda. 4'ün üzerine 6 gələndə 10, bir də yadda 11. Burada 5 olacak. 5'in üzerine 7 gələndə 12 eləyir bir yadda. 6'ın üzerine 7, 13, bir də yadda 14. Yine bir yadda 2'nin üzerine 1, 3, bir də yadda 4. 1'in üzerine 9 gələndə 10 edir. Bir yadda
6'nın üzərinə 3 gəlirik. 9. Bir də yadda 10. Yeni bir yadda. 1'in üzərinə 1, 2. Bir də yadda 3. Burada 3 olacaq. 3'ün üzərinə 7 gələndə 10. 0 yazdık. Bir yadda. 7'nin üzərinə 2 gələndə 9. Bir də yadda 10. Yeni bir yadda. Burada 2 olacaq. 2'nin üzərinə 1, 3. Bir də yadda 4. Burada 9 olacaq. 9'un üzərinə 2 gələndə 11. Bir yadda. Burada 8 olacaq. 8'in üzərinə 2, 10. Bir də yadda 11. Yeni bir yadda. 5'in üzərinə 2 gələndə 7. Bir də yadda 8. Boş xanalara uyğun ədədləri yaz. Burada toplama əməlini ardıcıl olaraq yerinə yetirməliyik əziz şagirdlər. Deməli 99 üzərinə əlavə edirik 79 və hesablayırıq. 9'un üzərinə 9 gələndə 18 edir. Bir yadda. 9'un üzərinə 7 gələndə 16. Bir də yadda 17. 178. Bura yazırıq 178. Və 178'in də üzərinə 387 əlavə edirik. 8'in üzərinə 7 gəldikdə 15 edir. 5'i yazdıq. Bir yadda. 7'in üzərinə 8 gələndə yenə 15. Bir də yadda 16. 1'in üzərinə 3 gələndə 4. Bir də yadda 5. Və 565 edir. 65. Yazırıq 565. Üzərinə əlavə edirik 168. 5'in üzərinə 8 gələndə 13 edir. Bir yadda. 6'nın üzərinə 6, 12. Bir də yadda 13. 5'in üzərinə 1, 6. Bir də yadda 7. 733. 733. Və buradan yazırıq 733. Üzərinə əlavə edirik 197. 3'ün üzərinə 7 gələndə 10 edir. 0 yazdıq. Bir yadda. 3'ün üzərinə 9 gələndə 12 edir. Bir də yadda 13. Yeni bir yadda. 7'nin üzərinə 1, 8. Bir də yadda 9. Cavabımız olur 930. Daha sonra 7-ci tapşırığın izahına keçirik. Bu hissələri silirik. Və cəmi-tab boş dairəyə müqayisə işarələrindən uyğun olanını yaz. 9'un üzərinə 2 gələndə 11 edir. 1'i yazdıq. Bir yadda. 1'in üzərinə 8 gələndə 9 edir. Bir də yadda 10. Yeni bir yadda. 1'in üzərinə 4, 5. Bir də yadda 6, 601. 7'in üzərinə 4 gələndə 11 edir. Bir yadda. 3'ün üzərinə 6, 9. Bir də yadda 10. Yeni bir yadda. 2'nin üzərinə 3, 5. Bir də yadda 6. 601, 601 nə olur? Bərabər olur. 4'ün üzərinə 8 gələndə 12 edir. 7'in üzərinə 8 gələndə 15, bir də yadda 16, 4, bir də yadda 5. 562. 5'in üzərinə 9 gələndə 14 edir. Bir yadda. 6'nın üzərinə 7 gələndə 13 edir. Bir də yadda 14. Yeni bir yadda. 3'ün üzərinə 1 gələndə 4, bir də yadda 5. 544, 562. Təbii ki, 562 böyükdür. 8'in üzərinə 9 gələndə 17 edir. Bir yadda 9, bir də yadda 10. 8'in üzərinə 8 gələndə 16 edir. Bir yadda. 6'nın üzərinə 3, 9, bir də yadda 10. Təbii ki, 107 böyükdür. Ədədləri alt-alta yazmaqla topla cəmi yüzlüklərə qədər yuvarlaqlaşdır. Yazırıq 485. Üzərinə gəlirik 137. 5'in üzərinə 7 gələndə 12 edir. Bir yadda. 8'in üzərinə 3, 11. Bir də yadda 12. Yeni bir yadda. 4'ün üzərinə 1, 5. Bir də yadda 6. 622. Və yüzlüyümüz burada 6'dır. Yuvarlaqlaşdırma qaydası yəqin ki, yadımızdadır əziz şagirdlər. Yuvarlaqlaşdıracağımız mərtəbə vahidinə sağdakı ədədlərə baxırıq. Əgər sağda duran ədədlər 0, 1, 2, 3, 4-dürsə, həmin mərtəbə vahidini olduğu kimi yazırıq. Arxasına da sıfırları yazırıq. Daha sonra 63 üzərinə əlavə edirik 89. 3'ün üzərinə 9 gələndə 12 edir. Bir yadda. 6'nın üzərinə 8 gələndə 14. Bir də yadda 13. Olur 132 ədədimiz olur 100.
Daha sonra 555 üzerine əlavə edirik 355. 5'in üzerine 5 geldiğinde 10 edir. 1 yadda 5'in üzerine 5 10, bir de yadda 11. 5'in üzerine 3 8, bir de yadda 9. 910. Yuvarlaqlaşdırdıqda isə olur 900. Belə əziz şagirdlər, keçirik növbəti 9-cu tapşırığımızın izahına. Artıq səhifə 26-dayıq. Əziz şagirdlər, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Cəmi tap və cavabı abaqda təsvir et. 6'ın üzerine 6 geldiğinde 12 edir. 5'in üzerine 6 geldiğinde 11, bir de yadda yine 12 edir. 1 yadda 2, bir de yadda 3. Ve burada necə təsvir edəcək? 2 təkliyimiz var. Ve 2 onluğumuz var. Ve 3 yüzlüğümüz var. Növbəti 8'in üzerine 5 geldiğinde 13 edir. 1 yadda 9, bir de yadda 10, 3, bir de yadda 4. Burada da 3 təkliyimiz var. Onluğumuz 0'da heç nə yazmırıq. 4 onluğumuz var. 7'in üzerine 4 geldikdə 11 edir. 1 yadda 0'ın üzerine 9, 9, bir de yadda 10, 0 yazdık. Yine 1 yadda 3'ün üzerine 2, 5, bir de yadda 6. Bir təkliyimiz var. Onluğu heç nə yazmırıq. Bura isə 6 yüzlüyümüz var. 4, 5, 6. 4'ün üzerine 9 geldiğinde 13 edir. 3 yazırıq. 1 yadda 2'nin üzerine 9 geldiğinde 11, bir de yadda 12. 1 yadda 2'nin üzerine 2, 4, bir de yadda 5. Yine 3 təkliyimiz var. 2 yüzlüğümüz var. Yox, 2 onluğumuz var. Ve 5 yüzlüğümüz var. 2, 3, 4, 5. 3 üzerine 7 gelende 10 edir. 0 yazdık. 1 yadda 5'in üzerine 8, 13, bir de yadda 14. Yine 1 yadda 1'in üzerine 2, 3, bir de yadda 4. Təkliyimiz 0'da heç nə yazmırıq. 4 onluğumuz var. Ve 4 de təkliyimiz var. Kitabların qiymətini qəpiklə yaz. Təyyarələr kitabı baxırıq. 1 manat 85 qəpik. Deməli 1 manat 100 qəpikdir. Burada 85 qəpik də var. Olur 185 qəpik. Maşınlar kitabı 2 manat 25 qəpik. 2 manat 200 qəpikdir. 25 dolanda olur 225 qəpik. Samir daxıldan 450 qəpik pul çıxartdı. O bu pula maşınlar və təyyarələr kitablarının hər ikisini ala bilərmi? Biz bunu bilmək üçün əziz şagirdlər bu iki kitabın qiymətini hesablayırıq. 185 üzərinə əlavə edirik 225 və baxırıq. 5'in üzərinə 5 gəlində 10 edir. 1 yadda 8'in üzərinə 2, 11, bir də yadda 8'in üzərinə 2, 11 də yadda 11. 1'in üzərinə 2, 3, bir də yadda 10. Deməli, kitabların ikisi 410 qəpiyyədir. Samirin isə 450 qəpiyi var. Bu kitabların hər ikisini ala bilərmi? Bəli, ala bilər. Satıcı 4 gün ərzində hər gün neçə kiloqram alma və armud satdığını cədvəldə qeyd etdi. O hansı gün daha çox meyvə satdı? Deməli, baxırıq günlərə. Daha çox bizə burada hansı gün daha çox meyvə satdı? Təbii ki, şənbə günü daha çox satdığını görürük. 163 kilo alma satıb, 259 kilo armud satıb. 259 kiloqram armud satıb. Cədvələ əsasən 2 sual tərtib et və cavablandır. Burada əziz şagirdlər, hər kəs öz fikrinə görə müxtəlif suallar tərtib edə bilər. Təbii ki, mən sizə nümunə olaraq 2 sual deyəcəm. İstəsəniz mən dediyim sualları yazarsınız və yaxud da istəməsəniz özünüz istədiyiniz, fikirləşdiyiniz, tapdığınız sualları qeyd edib, misallarını da qeyd edə bilərsiniz. Məsələn, deyə bilərik ki, satıcı cümə axşamı və cümə günü cəmi neçə kiloqram alma satdı?
Həmin sualı yazsaq, bu ədədləri toplayacağıq. Cəmi neçə kiloqram alma satdı? Və yaxud da deyə bilərik ki, satıcı bazar günü cəmi neçə kiloqram meyvə satdı? Meyvə satdı deyiriksə, onda almanı və armudun çəkisini 148 və 153 ədədlərini toplayacağıq. Və yaxud da siz istədiyinizə görə başqa suallar da tərtib edə bilərsiniz. Belə əziz şagirdlər, növbəti səhifələrin izahında görüşmək ümidi ilə sağ olun, kanala abunə olmağı unutmayın.